Səhərlər maşın gec xodlanır. İpilosta deyir ki, pır 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 eləyir. Yəni, düzü, bu niyə pır 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 eləyir? Düzü, sabahınız xeyir olsun, hər vaxtınız xeyir olsun. Övrələrin izləyiciləri. Yanımıza maşın yaxınlaşıb ki, səhərlər gec xodlanma var. Miri sökmə, şişə çıxartmamısan Miri? Elə davam eləyək. Bir dənə yoxlayaq, xodlanacaq. Səhərə asılacaq zaman, səhərə. Aha, asıldı. İndi xodlandı. Amma müştəri yaxınlaşıb ki, səhərlər maşın gec xodlanır. İpilosta deyir ki, pır 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 eləyir. Yəni onu da ki, yəni özünüz bildiniz də necə pır 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 pır. Diaqnostika edir və aşağı elədik ki, diaqnostika vasitəsilə maşının benzin filtri, benzin nasosunda ümumiyyətlə problem var. Orada müəyyən davleniya var, müəyyən bar var ki, o barda açılmalıdır, benzin gəlməlidir motorxanaya, injektora. O Sveça onu alışdırıb maşın xodlanmalıdır. Benzin filtri tutulduğuna görə bu proses gecikir. Vurursan, gec xodlanır, İpilosta qazı basırsan, qaz asılı vəziyyətdə saxlayanda qaz itir ayağının altında, gedir, gəlir. Maşın belə dayanır, gedir. Çox danışdım evlənə, yoxsa? Benzin nasos dəyişir, yoxsun. Sizdə maşında belə problemlər varsa, mütləq yaxınlaşmayın, o deyil, yaxınlaşmayın. Düzü anı, ne görün? Düzü.